Ordubadın Gəncə kəndi. Bax bu kəndin bütün yolları bax gördüyünüz kimi belə damdardır. Yəni iki maşın burada qarşılaşırsa, biri mütləq o birinə yol verməlidir. Bütün kənd bax bu darlıqdadır. Yollar bu darlıqdadır. Çox gözəl bir mənzərə var. Baxın buradan dərədir. Evlərə baxın, gözəlliyə baxın. Dağlara baxın. Hərbi hissələrə gedən dağlardır və mən qarşıdakı dağları göstərə bilmirəm. Yəni solumdakı dağlar da Ermənistan tərəfdir və 1990-cı illərdə burada təbii ki bu kəndi də ateşə tutublar. Burada gənclər çıxıb bu dağlarda hər biri düşmən səngəri ilə üz-üzə dayanıblar. Çox maraqlı bir kənddir. Baxın, hətta burada mən indi burada bir bəni Adəm görmürəm. Yəni ümumiyyətlə kənddə belə deyək, böyük bir kənd deyil, amma yaşayış var. Deyirlər yay aylarında hər kəs gələcək Bakıdan, Rusiyadan, xüsusilə adamların əksəriyyəti Rusiyada yaşayır. Gələcəklər və burada həyat qaynayacaq. Hələlik isə bax belə gözəl, yolları dar olan Gəncə kəndi. Bir də baxın, burada bu yeniliklərə baxın. Deməli, bu yaşıl enerji deyirlər və bunu da kənddə Hüseynovlar ailəsi tətbiq eləyib. Hər yerdə var bax bu. İndi qabaqdan maşın gəlir, mən qorxmağa başladım. Aha, maşın gəlir, mən özümə bir yer düzəldim. Deməli, əziz tamaşaçılar, gördünüzmü, mən yoldan kənara çıxdım. Amma bu dar yolla elə davam eləyirəm. Bəli, cəmaət deməli bu yaşıl enerjidən bəhrələnir. Axşam kəndin işıqları həm də buna görədir. Bir sözlə, belə deyək, möcüzəvi bir kənddir. Həqiqətən də, yəni Naxçıvanın ötən illərdə Şərur rayonunda da olmuşdum. Çox ciddi şəkildə Ordubadı fərqləndirdim. Yəni burada dediyim kimi hava xoşdur, çox xoşdur. Hətta deyirlər, yayda burada yorğanla yatılır. Baxmayaraq ki, Naxçıvan üçün xarakterik deyil, amma deyirlər ki, axşamları çox sərin olur. İndi may ayı, təbii ki, mən bunu burada hiss eləyirəm. Amma iyunda, iyulda, avqustda da deyirlər ki, belə olur. Yolda isə görürsünüzmü, məndən başqa kimsə yoxdur. Küçələr də dar. Aha, heyvanların səsi gəldi. Adamlar da hər kəs öz təsərrüfatındadır təbii, evində, eşiyində. Və bu Gəncə kəndi. Adı da maraq doğurur, etimologiyasını bilmirəm. Amma mən indi olduğum evə yaxınlaşıram. Və istədim ki, sizə bu kəndin yollarını göstərim. Burada bir maraqlı xüsusiyyət də var. Çox təəssüf ki, qarşıma çıxmadı. Bayaq çıxdı, onu çəkə bilmədim. Deməli, burada qadınlar demək olar ki, əksəriyyəti hələ də yaşmanırlar. Bayaq biz küçədən keçəndə xanımlardan biri hətta yaşmağına bürünüb üzünü divara tutdu. Yəni, burada o köhnə adət ənənələr hələ də yaşanır, hələ də böyüyə, kiçiyə sayğı var. Bir sözlə, dediyim kimi Gəncə kəndi bəlkə də bütün o qədim tarixi adət ənənələrə malik bir kənddir. Mən heyran oldum. Mən heyran oldum, əziz tamaşaçılar. İnşallah sizə də gəlib görmək qismət olar. Və mən artıq çatıram evə. Amma əminəm ki, Naxçıvanın Gəncə kəndinə Allah qoysa bir dəfə də gələcəm. Bəlkə də elə bu kənd haqqında bir tarixi film çəkmək üçün. Salamat qalın.